Hamıya salam. Bugün sizlərlə üçüncü, yəni tapşırıqlar modulunu göstərib və üstünə keçəcəyik. Gəlin başlayaq. Gördüyünüz kimi sol paneldə tapşırıqlar menüsünə girib modulə daxil ola bilərsiniz. Bu modulun məqsədi odur ki, hər hansı bir tapşırığınız varsa, yaddan çıxmaması üçün bunu qeydiyyata alıb və gələcəkdə istifadə edə bilərsiniz. Gəlin baxaq. Burada hal-hazırda 2 dənə tapşırığım var. Rasimə zəng etmək və masa almaq. Gördüyünüz kimi, hər tapşırığın öz növü, müştərisi, gözlənilən tarixi, prioriteti və statusu var. Gəlin yeni bir tapşırıq əlavə edək. Tapşırığın adını istədiyimiz bir tapşırıq qoya bilərik. Gəlin yazaq. Görüşə getmək. Elan növünü elanlar seçə bilərik və yaxud yeni bir elan əlavə edə bilərik. Təsvirdə daha ətraflı bir təsvir yaza bilərik ki, biz özümüz gələcəkdə daha rahat bir şəkildə tapıb və anlaya bilək. Rasim bəy ilə görüş. Müştəridən Rasim bəy seçirik. Gördüyünüz kimi, müraciətlərdə yaratdığımız bütün müştərilər burada var və tapşırığın əsasında istədiyimiz müştərini seçə bilərik. Gəlin seçək, Rasim bəy. Tarix, yəni gəlin bugün noyabrın 26-sıdır. Bugün saat 17:45-də görüş təyin eləyək. Prioriteti yüksək olsun və statusu prosesdə olsun. Yadda saxlayaq. Gördüyünüz kimi yaradıldı. Siz artıq görüşə getdiniz, görüşü tamamladınız. Bura basıb görüşü tamamlaya bilərsiniz. Gördüyünüz kimi tapşırıq tamamlandı və tamamlanmışlar hissəsinə avtomatik olaraq getdi. Gördüyünüz kimi artıq statusu yerinə yetirilib və buradan çıxardığınız zaman status geri qaytarılır. Və gördüyünüz kimi tamamlayanda tamamlama tarixi belə yazılır. Saatı ilə birlikdə. Gəlin bura baxaq. Burada masa almaq gözlənilən tarixi noyabrın 23-ü idi, amma gec qaldıq. Bura basanda tamamlayıb gördüyünüz kimi bu həmin tapşırıq tamamlandı və tamamlanma tarixi 26 noyabr, yəni bugün indiki saata bərabər edir. Gəlin isə əlavə olaraq bizim filtrləri göstərək. Burada gördüyünüz kimi tapşırıq növünə görə filtrləri seçə bilərsiniz. Bunlar sizin yaratdığınız tapşırıqlara görədir, tapşırıq növlərinə görədir. Prioritetlərdən isə aşağı, orta, yüksəyə götürə bilərsiniz. Gördüyünüz kimi ortaya basanda sadəcə orta çıxır, yüksəyə basanda sadəcə yüksək çıxır. Statuslardan isə dediyim kimi bütün olan statuslara baxa bilərsiniz. Hamısı hal-hazırda prosesdədir deyə sadəcə bu görsənilir. Və həmçinin müraciətlərdə olduğu kimi axtara da bilərsiniz tapşırıq adına görə və müştəriyə görə axtarış da mümkündür. Gəlin ikinci bir hissəyə keçək. Bu da tapşırıq təqvimi. Gördüyünüz kimi tapşırıq təqvimi vizual olaraq sizə bütün tapşırıqlarınızı göstərir. Ayın neçəsində, həftənin hansı günü və saat neçədə olduğunu. Basanda bütün məlumatlar çıxır. Gördüyünüz kimi. Qabağa gedib də görə bilərsiniz. Hal-hazırda bizim tapşırığımız yoxdur deyə yanvar ayına görünmür. Qabağa gedib bugünə basanız hər şey görünəcək. Buradan ay və günə görə baxa bilərsiniz. Bu, bugünkü olan tapşırıqlar deməkdir. Bu isə bu aydakı olan tapşırıqlar. Və bir şey əlavə edim ki, tapşırıq gördüyünüz kimi 17:45-də yazılıbsa, 17:45-də siz saytda xəbərdarlıqları əlavə edəndə, yəni sayta xəbərdarlıq göndərməyə icazə verəndə, burada gördüyünüz tapşırığın saatı, yəni hal-hazırda 17:45, yəni saat 17:45 olanda sayt avtomatik olaraq bizə bir xəbərdarlıq göndərəcək. Belə şəkildə siz nə tapşırıqlar yaddan çıxardırsınız, nə də vaxtı gələndə yadınızdan çıxır. Sistem avtomatik olaraq sizə göndərir
və siz girib bu tapşırığı yerinə yetirəndən sonra tamamlanmışa basa bilərsiniz. Və artıq istədiyiniz şəkildə redaktör edə bilərsiniz, silə də bilərsiniz. Bu artıq sizdən asılıdır. Redaktör edəndə həmişə kimi redaktör edirik, yadda saxlayırıq və s. Vaxtınız və diqqətiniz üçün çox sağ olun. Sizinlə oldu Esoda komandası.